Dəyərli izləyicilər, İTX Maarifləndirir layihəsinin bugünkü buraxılışında həmkarım Ayxan Rəhimzadə ilə birlikdə fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı barədə danışacağıq. Ayxan bəy, fərdi məlumatların informasiya sistemi nədir? Gəlin bu suala ilkin olaraq fərdi məlumat nədir olaraq cavab verək. Fərdi məlumat fiziki şəxsin kimliyini birbaşa və dolayı yolla müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır. Məsələn, ad, soyad, ünvan, şəxsiyyət vəsiqəsi məlumatları, əlaqə məlumatları, foto və video görüntülər, biometrik məlumatlar, təhsil və sağlamlıq məlumatları və s. Fərdi məlumatların informasiya sistemi isə bu məlumatların toplandığı və işləndiyi hər hansı informasiya sistemidir. Bu, istənilən lokal korporativ sistem, idarələrarası informasiya mübadiləsi sistemi, mobil tətbiq və veb-sayt əsaslı platforma ola bilər. Burada əsas meyar həmin sistemdə fiziki şəxslərə aid fərdi məlumatların işlənməsidir. Həmin informasiya sistemlərinin dövlət qeydiyyatının məqsədi nədir? Qeydiyyatın məqsədi fiziki şəxslərin məlumatlarının qanuni, təhlükəsiz və şəffaf şəkildə işlənməsini təmin etməkdir. Bu sayədə fərdi məlumatların mühafizəsinə nəzarət edilir, sui-istifadə halları azaldılır, ölkə üzrə vahid reyestr formalaşdırılır, vətəndaşların hüquqları daha yaxşı qorunur. İnformasiya sistemlərini kim və necə qeydiyyata almalıdır? Fərdi məlumatların mülkiyyətçisi olan istənilən dövlət qurumu hüquqi və fiziki şəxs informasiya sistemini qeydiyyata almaq üçün elektron təhlükəsizlik xidmətinə müraciət etməlidir. Müraciət zamanı təqdim olunur. Mülkiyyətçi barədə məlumatların əks olunduğu ərizə forması, informasiya sisteminə dair məlumatların göstərildiyi qeydiyyat kartı. Qeydiyyat prosesi tam ödənişsizdir. Sənədlər qaydasında olduqda elektron təhlükəsizlik xidməti informasiya sistemi ilə tanış olur və bir ay ərzində qərar qəbul edir. İmtina üçün əsas yoxdursa, informasiya sistemi dövlət reyestrinə daxil edilir və müraciətdən tərəfə rəsmi çıxarış təqdim olunur. Qeyd edək ki, qeydiyyat zamanı mülkiyyətçiyə metodiki dəstək göstərilir. Prosedur və metodiki təlimatı almaq üçün göstərilən elektron ünvan ilə əlaqə saxlaya bilərsiniz. Bütün informasiya sistemləri dövlət qeydiyyatına alınmalıdırmı? Xeyr, qanunvericilikdə bir sıra istisnalar mövcuddur. Məsələn, mülkiyyətçinin öz işçiləri barədə məlumatlarını işləyən və ya işçilərin giriş-çıxışını idarə edən sistemlər, dövlət və yerli özünü idarə orqanlarına məxsus 1000 nəfərdən az şəxsə dair fərdi məlumatların toplandığı sistemlər və s. Əgər sisteminizin qeydiyyata düşüb-düşmədiyinə əmin deyilsinizsə, bunu elektron təhlükəsizlik xidmətinə müraciət edərək dəqiqləşdirə bilərsiniz. İnformasiya sistemini dövlət qeydiyyatına almadan istifadə etdikdə nə baş verir? Qeyd edim ki, qanunvericiliyə əsasən informasiya sistemini qeydiyyata almadan həmin sistemdə fərdi məlumatların toplanması və işlənməsi yol verilməzdir. Buna görə mülkiyyətçi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət daşıyır. Eyni zamanda informasiya sistemlərində fərdi məlumatların qanuna uyğun işlənməsi və mühafizəsi təmin edilməlidir. Əgər qanunun tələbləri il ərzində 2 dəfə pozularsa, həmin sistemin dövlət qeydiyyatı tamamilə ləğv edilə və nəticə etibarilə istifadəsi dayandırıla bilər. Hər kəsi fərdi məlumatların mühafizəsinə dair öhdəlikləri yerinə yetirməyə və onlara məxsus fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatını vaxtında təmin etməyə çağırırıq.